Salam, bugün həll olan maddənin kütlə payı dərsini izah edəcəm. Video başlamazdan əvvəl kanala abunə olsanız, həmçinin video like atsanız sevinərəm. Başlayaq birinci suala. Deyir, şəkərin suda məhluluna su əlavə etdi, nə dəyişmir? Şəkərin miqdarı dəyişmir, çünki su əlavə edirik. Niyə şəkərin miqdarı dəyişir? Amma məhlulun kütləsi dəyişir, çünki su əlavə edirəm. Məhlulun kütləsi artır. Suyun miqdarı artır, çünki su əlavə olunur. Suyun miqdarı artır. Şəkərin kütlə payı dəyişir. Su əlavə edilir. Niyə şəkərin kütlə payı azalır? Suyun kütlə payı isə artır. Məhlulun həcmi də neyinir? Artmış olur. İkinci sual deyir, eyni kütləli 10% və 40% məhlullar qarışdırılarsa, alınan məhlulda həll olan maddənin kütlə payını hesablayın. 10 ilə 40 toplayırsınız 50, 50-ni 2-yə bölürsünüz 25. 3-də 20 ilə 40 toplayırsınız 60, 62-yə bölürsünüz 30. Dördüncü sualda nə deyir? Deyir ki, 40 qram xörək duzu 360 qram suda həll edildi və alınmış məhlulda xörək duzunun kütlə payını tapın. Neyiniz deməli? Omega bərabərdir düsturunda. Duzu sürətdə yazırsınız, məhlulda məxrəcdə. 40 üstə gələk 40, 360 vurursunuz 100-ə, hesablayırsınız. 40-ı bölürük elə bir 400-ə, vururuq 100-ə, 4 eləyir, o da elədi deməli neçə? 10. 5 də həmin qayda ilə bu səfər də duzu tapmağımız istəyir. Deməli 20 bərabər eləyir. Duzu tapırıq, duza bir x deyək. Məhlulumuz nə qədərdir? 600-dür. 600 deyil, suyumuz 600-dür. Məhlulumuz da 600 plus x-dir. Vururuq 100-ə, oradan x-i tapırıq. O da uşaqlar 150 eləyir A variantı. 6-cı sualda həmin qayda həll olunur. 7-ci sualda həmin qayda ilə həll olunur. 7-ci sualın düsturu var deməli. 7-ci sualın düsturu belədir. Deməli. 7-ci sualın düsturu yazılır. Omega bərabərdir M1 omega 1 üstə gəl M2 omega 2-yə bölürük M1 üstə gəl M2-yə. Bu şəkildə yerinə qoyun. Çünki 300 M1-dir, 10% omega 1-dir, 700 M2-dir, 30 isə omega 2-dir. Deyir, məhlulda həll olan maddənin kütlə payı hansı formula ifadə olunur? Biz dedik, omega bərabərdir, maddə sürətdə yazılır, məhlul da məxrəcdə yazılır. Maddə sürətdə, məhlul məxrəcdə C variantı. Sonra 100-ə vururuq. 9-cu sualda nə deyir? Deyir, 20% məhlulu su ilə qarışdırdıqda hansı məhlul hazırlamaq olmaz? Baxın, 20%-dən aşağılara hazırlaya bilərik. Yəni 5-i hazırlaya bilərik, 20-dən azdır. 10-u hazırlaya bilərik, 18-i hazırlaya bilərik, 15-i hazırlaya bilərik. Amma 20-dən çox hazırlamaq olmaz. 20-də, 10-cu sualda 20-ni deyir, hansı hazırlaya bilərik? 20-dən kiçik olan hansıdır? 15. 15-i hazırlayaraq. Cavab Y variantı. 11-ci sualda nə deyir? Deyir, həll olmuş maddənin kütlə payı nədir? Məhlulda həll olmuş maddə kütləsi, məhlulun ümumi kütləsi onun nisbəti. Baxın, nə idi biz burada? M maddəni bölürdük nəyə? M məhlula. Düzdürmü? Yenə maddənin kütləsinin məhlulun kütləsinin nisbətinə nə deyilir? Kütlə payı deyilir. On ikinci sualda baxırıq. Deməli, deyir, 400 qram 30% məhlulu 600 qram savədə alınan məhlulun qatılığını hesablayın. Yəni, 430%-ni tapırsınız. 430-a vuruq 100-ə bölürük. Eləyir 120. Deməli, bu 120 aldığımız 120 qram. Aldığımız nədir bizdə? Duz. Aha, düzdürmü? Və biz omeganı tapanda nə edirdik? Duzu sürətə yazırdıq 120. Məxrəcli məhlul yazırdıq 400. 600 də əlavə olunub. 600 də məxrəcə yazırıq. Vururuq neçə? 100-ə. Deməli, bu 1000 eləyir uşaqlar. Bu da cavab eləyir, deməli, 12 eləməlidir, səhv eləmirəmsə. 13-də eyni qayda, 14-də kütlə payının düsturunu istəyir bizdən. A duzdur, A sürətə yazılar, B də sudur. Məhlul da məxrəcdə yazılır, yəni A plus B məxrəcdə yazılmalıdır. A-nı bölərik, A plus B-yə vurarıq 100-ə, 14-cü sualı cavab eləyir D variantı. 15-də nədir? Qatılığını verib, qatılıq C-dir, qatılığımız 2-dir, litrini verib, V-ni verib 0.2 və 80 qram duz var. Deməli, MX-da 80-dir. Bizdən nə istəyir indi bizdən? Bu duzun nisbi molekul kütləsini hesablayın deyir. Deməli, C-nin düsturu var idi bizdə. Kiçik M bölək böyük M bölək V.
Buradan siz böyük yemi tapacaqsınız. Böyük yem də bərabərdir 2m bölək c vuraq v. Bu düsturdan verilənləri yerinə qoyub taparsınız. 16-da eyni maddə kütlənin kütlə payı biri 20 verib, biri 40 verib. Deyir hansı məhlulları qarşılama, hansı qatıq məhlulu hazırlamaq olmaz? Bu ikisinin arasında olmayanı hazırlamaq olmaz. Baxın 35 20 ilə 40-ın arasındadır, 25 20 ilə 40-ın arasındadır, 30 20 ilə 40-ın arasındadır, 27 20 ilə 40-ın arasında 60 deyil. 17-də də 20 ilə 40-ın arasında olan 27-ni hazırlaya bilərik. 18-də baxaq, deməli. Sıxlığını verib, həcmini verib, kütləni verib, nə istəyir? Maddənin kütlə payını hesablayın deyir. Uşaqlar, deməli, rho-nu verib, v-ni veribsə, biz buradan nəyi tapa bilərik? Məhlulun kütləsini tapa bilərik, düzdürmü? M məhlulun kütləsi bərabər rho v-yə. Rho-muz 1,5-dir, v-miz də nədir? 400-dür. Bu da eləyir 600. Məhlulun kütləsini çələdi 600 elədi, düzdürmü? Sonra deyir 360 qramda bizim duzun kütləsidir. Baxın, bu da duzun kütləsidir, bu da mx-dir. Omeqanı tapanda mx-i bölürük m məhlula. Yəni 360-ı bölürük 600-ə. Daha sonra da 100-ə vururuq. O da eləyir 60 C variantında. 19-da həmin qaydanı həll eləyirik. 20-yə baxaq. 20-də KH-ı verib bizə 1500. Bizdən soruşur omeqanı. Omega sual. Düsturu var KH-dan omeqanı arasında bir asıllıq düsturu var. Baxın 20-21 eyni qaydada. Düstur belədir. Omega bərabərdir KH bölünsün 1000 üstə gələk KH-a. Vurulsun 100-ə. Buradan yerinə qoyub tapsaz uşaqlar alınlar cavab. Deməli 20-21 həmin qayda ilə bu düsturu əsasən həll eləyəsiniz. Yəni omega bərabərdir KH bölünsün 100. 1000 plus KH vuraq 100-ə. 22-yə baxırıq. 22-də nə deyir? Deyir, məhluldan duzun müəyyən hissəsini məhlulu soyutmaqla çöktürdə məhlulun qatılığı necə dəyişir? Əlbəttə ki, çöktürəndə kütlə nə edir? Azalır. O da Y variantında azalmanı verir bizə. 23-də nə deyir burada? Deyir, əlavə duz əlavəndə qatılıq necə? Duz nədir? Əlavəndə qatılıq artır, amma su əlavə olsa qatılıq nə edir? Azalardı. Deyir, hansı maddənin suda doymuş məhlulun kütlə payı azdır? Deməli, az həll olanların kütlə payı az olur. Az həll olanda burada çöküntüdür, yəni kalsium SO4-ü götürürük. 25-də deyir, kütlə payı azdır. 26-da deyir, məhluldan su buxarlandıqda ilkin və ikinci məhlul arasında hansı münasibət doğrudur? Buxarlandırdıqda, əlavə elədikdə də M1 omega 1 bərabər olur M2 omega 2-yə, yəni B variantı. 27-də də yenə əlavə olmalıdır, fərqi yoxdur. M1 omega 1 bərabərdir M2 omega 2-yə. 28-də deyir, nə deyir? Deməli, buradan hidrogen buxarlanır. Deməli, M1 qram natrium, M2 qram suda həll edilərək natrium hidroksid məhsulu hazırlanır. Məhlulun kütləsi üçün hansı münasibət doğrudur? Baxın, M1 qram natrium, M2 qram bu, məhlulda M qramdır. Məhluldan hidrogen buxarlanır deyə, ümumi məhlulun kütləsi M1 M2-dən az olur. Deməli, M azdır, M1 M2-dən. M1 M2-də M-dən çoxdur. Yalnız 3-ü götürürük, 28-də olur cavabımız B variantı. 29-da da yenə həmin qaydadır. M1 və M2-dən azdır. 2-ni götürürük, cavab Y variantı olur. 30-da nədir? Xuriatin suda doymamış məhlulun qatılığı artır. Nə vaxt qatılıq artar? Qatılıq artması üçün su əlavə etsək, qatılıq azalar. Fikirləşin ki, duzlu məhlula siz çoxlu su əlavə edirsiniz. O zaman qatılığınız neyinir? Azalır. Amma siz çoxlu duz əlavə etsiniz, daha qatı olur sizin o duzlu məhlulunuz. Deməli, suyu buxarlandırdıqda da yenə su buxarlanır, qatılıq neyinir? Yəni dibdə duz qalır. Artıq qatılıq artır. Natrium xlorda yəni duzdur. Duz əlavə eləyəndə neyinir? Qatılıq artır. Deməli, götürürük 2 ilə 3. 30-cu sualda olur cavab. D variantı 36, 35, 34, aha, baxaq, deməli 31-ə. Burada nə deyir? Qatılıq azalır. Qatılıq azalması üçün durulaşır, yəni. Su əlavə eləyəndə qatılıq azalar və sadəcə su əlavə eləyəndə. Deməli, 31-də də cavab oldu A variantı. 32-yə baxaq. Nə deyir? Deyir, doymuş məhlulda bir natrium sulfat verib, bir də kalsium sulfat verib. Deyir, indi bizdən arasındakı doğru münasibəti
göstərin deyir. Burada Y götürürük. Niyə? Çünki natrium sulfat suda həll olur deyə onun qatlığı daha çoxdur. Eyni şəkildə burada kalium sulfat və gümüş sulfat. Kalium sulfat həll olur deyə omega 1 omega 2-dən böyük. Deməli onun qatlığı daha çox olur. 34-də bu xaç üsuludur. Deməli burada deməli xaç üsulu. Bura qeyd edirsiniz omega 1, bura qeyd edirsiniz omega 2, ortaya da qeyd edirsiniz omega 3-ü. Deməli omega 1-dən omega 3-ü çıxırıq. Niyə? Çünki baxın omega 2 böyükdür. Omega 2 omega 1-dən böyükdür. Deməli burada omega 3-dən omega 1-ə çıxırıq. Çünki omega 3 böyükdür. Burada isə omega 2-dən omega 3-ə çıxırıq. Çünki omega 2 də hamısından böyükdür. İndi bizdən nə istəyir? Bizdən M1 bölü M2 istəyir. M1 bölü M2 istəyirsə omega 1-in qabağındakı M1 deməkdir. Yəni omega 2 çıxaq omega 3-ü bölürük. Omega 3 çıxaq omega 1-ə. O da D variantında qeyd olunub. Aha, gəlin baxaq 36-cı suala. Deyir ki, qızdırdıqda ayrılan nədir? H2SO4 qızılanda da su ayrılır. H3PO4 qızdıranda da su ayrılır uşaqlar. Cavabımız B variantı oldu. İndi baxaq 37-yə. 37 də bayaqki xaç üsulundan istifadə edərək yaza bilərik. Məsələn, bura 80 qeyd edirəm. Bura 20 qeyd edirəm. Ortaya 40 qeyd edirəm. 40-dan 20 çıxaram. 20, 80-dən də 40 çıxaram. Eləyər 40. Deməli, 20-ni də 40-a bölürəm. Neçə nisbət olar? 1-in 2-yə nisbəti olmuş olar. M1-i də M2-yə böləndə 1-in 2-yə cavabımız nə elədi? B variantı elədi. Gəldik 38-ci suala. 38-ci sualda deməli nə edirik uşaqlar? 400-ün 20%-ni tapırıq. 420-yə vurub 100-ə bölürük. Eləyir 80. Düzdürmü? Bir dəqiqə, bir də hesablayaq. 400-ün 20%-i. 400-ü vururam 20-yə, bölürəm 100-ə. Sıfırlar gedir. 4-ə 20-yə vuranda 80 eləyir. Deməli, ikincidə nədir? 300-ün 20%-ni tapıram. 300-ün 20%-ni tapıram. Bu da elədi 60. Üçüncüdə 400-ün 20%-ni tapıram. Neçə elədi? 80. 300-ün 30%-ni tapıram. 90. Deməli, 80-dən 60-a düşüb 20. 60-dan 80 arasında fərq 20. 3-də 80 ilə 90 arasında, 90 ilə 80 arasında. Bizdən buradan faizdən qatlıq soruşur. Elə öz faizlərini götürürük. Baxın, bunları hesablamağa ehtiyac yoxdur. Deməli, nə edirik burada? Faizlərə uyğun tapırıq. Bir dəqiqə, özürlü sayın. Deməli, nə edirsiniz burada? Burada 20% verib deyilə 20%-i götürürük birincidə. İkincidə 20% verib 20% götürürük. Üçüncüdə 20% verib deyilə 20% götürürük. Dördüncüdə 30% verib deyilə 30% götürürük. Deməli, cavabımız nə oldu? 38-də C variantı. 39-da da həmin qayda. 1, 30, 2, 20, 3, 20, 4-də 20. Hansı variantdır? Onu qeyd edirsiniz. Gəlin 40-cı suala baxaq. 40-cı sualda yuxarıda qeyd olunub deməli, natrium klor. Aha. Deməli, 40-cı sualı belə həll edirik. Yaxınlaşdıraq. Deyir 100 qram 20,8%. Deməli, 100-ün 20,8%-ni tapıram. 20,8 barium klor 2. Düzdür mü? Barium klor 2 dursun. Daha sonra 100-ün 20%-ni tapıram. O deyilir 20. 20 də natrium 2SO4 dursun. Düzdür mü? Sonra bunları mən reaksiya yaparam. Aşağıdan yazıram. Barium klor 2 üstə gəl natrium 2SO4 alınır. Barium SO4 üstə gəl barium SO4 üstə gəl natrium klor. Barium SO4 çöküntüdür deyə çöküntü artıq qalmır. Qalır, buradan daha sonra 20,8 idi deməli, reaksiya əsasən. Bu 208, barium klor öz kütləsi, natrium SO4 20, bunda natrium SO4-ün kütləsi 142. Düzdür mü?
Baxın görək hansı artıq qalır. Deməli, burada artıq qalan uşaqlar olur natrium 2SO4. Çünki böləndə hansı azdırsa, hansı çox alınırsa, o artıq qalan olur. Natrium 2SO4 bir artıq qalır. Artıq qalır. Barium xlorun hamısı sərf olunur. Deməli, natrium 2SO4 artıq qalır. Bir də barium SO4 çöküntüsü gedir. Bir də natrium xlor. Deməli, biz götürürük natrium 2SO4 və natrium xloru. Aha. O da B variantında. Düzgün dedik bir dəqiqə. Qarşıdan sonra hansı artıq qalır? Barium 2SO4-ləri çıxarır. Aha. İndi gəlin baxaq biz 41-ə. Deyib 450 qramsa neçə litr metanol həll etmək lazımdır ki, 40% formalin alınsın. Baxın, əgər bunun 40% formalindirsə, 60%-nə deməli 60% metanoldur deyək. 60% sudur, düzdürmü? 60%-də 450-dirsə, bəs o zaman 40%-də nə qədərdir? X. X da buradan eləyir 300. Deməli, 300 nə qədərdir? Metanoldur. Uşaqlar, bizdən litrini soruşur deyə 330-a bölürük, eləyir 10. Nə? 10 mol. Düzdürmü? 10 mol. Onu da 22-14 litrə vursaq, eləyir 224. 42-yə baxırıq. Deyir, 63.5 ml suda 22-14 litr H-xlor həll etdikdən sonra alınmış məhlulda H-xlorun kütlə faizi neçə faizdir? Baxın, M su 63.5-dir. Bu M sudur. MX-imiz isə 66.5-dir. Bu da MX-dir. Buradan omeqanı tapmaq üçün duzu sürətdə yazırıq. Yəni 36.5-i sürətdə yazırıq. Bizi niyə bu MX oldu? Çünki 22.4-də axı 1 moldur. Elə 1 molda 36.5-dir. Məxrəcə də ümumi 36.5-in 63.5, yəni duzla suyun kütləsini yazırıq. O da eləyir 100. Vururuq 100-ə. O da eləyir 36.5. 42-ci sualda oldu A variantı. 43-də. Baxın, 250-də 160 kuprum SO4 var. Düzdürmü? Bəs 25 qram mis kuporosunda nə qədərdir? Oradan çıxır 16. X-imiz elədi nə qədər? 16 qram duz. Düzdürmü? 10 dəfə azaldı elədik ki. 16 qram duz. Məhlul nə qədərdir? 55-i budur. 25-i də budur. Ümumi məhlulumuz da olur 80. Deməli, məhlulumuz 80-dir, duzumuz 16 qramdır. Buradan omeqanı tapmaq üçün 16-nı bölərik 80-ə, vurarıq 100-ə. O da eləyər 20%. A variantı. 44-də eyni qaydada həll olunur. Yəni, yazasınız ki, 250-yə 160-dırsa, bəs 200-ün 16% eləyir 32. 32 qrama nə qədərdir? X. X buradan çıxır 50. Bu daha rahat imiş. 45-ci sualda nə deyir? Deyir, omeqası 20%-dirsə, KH-ını, yox, KH istəmir. Aha. Deyir ki, omeqası 20% duz məhlulundakı suyun 4də 3 hissəsi buxarlandırılsa, alınan məhlulda həll olan maddənin kütlə payını hesablayın. Düzdürmü? 45-ci sualda demək, omeqası bunun 20%-dir. Gəlin, yazaq bunu omeqa 20-dir. Bir məhlula biz yazaq M, qramı yazıram. Məhlula bir deyək X. Düzdürmü? Deyir, məhluldakı suyun 4də 3 hissəsi buxarlandırılarsa, 4də 3 hissəsi buxarlandırılarsa, onda duzumuz nə qədər qalır? X-in 4də 3-ünü tapırıq. 3x bölək 4, 0,75. Baxın, 20% deyir. Deməli, duzumuz X-in 20%-dir. Yəni 0,2x-dir duzumuz.
Duzumuz 0.2x-dırsa, suyumuz da o zaman eləyir bizdə 1x-dan 0.2x çıxanda suyumuz da olur 0.8x. Duzumuz 0.2x, suyumuz 0.8x. İndi bu duzun 4'də 3'ü buxarlanır. Nə qədər qalır? Bu m su birimiz idi. Buxarlanandan sonra m su 2 0.8x-dan 0.8x-in 4'də 3'ünü çıxanda eləyir 0.2x. Aha. İndi isə bizə deyir ki, həmin həll olma maddənin kütləsinin kütlə payını tapın. Yəni omega bərabərdir artıq burada duzumuz olur 0.2x, suyumuz 0.2x, üstəgəl duzumuz, yəni məhlul yazırdı axı məxrəcdə. 0.2x vuraq 100-ə deyir 50%. Y variantı. Aha, 46-cı sualda nə deyir? Deyir 90% sulfat turşusu məhlulu su ilə 1-2 kütlənin nisbətində qarışdırılarsa, neçə faizli H2SO4 məhlulu alınır? Baxın, deməli birincinin kütləsi x-dir, ikincinin kütləsi də 2x deyək məsələn. Deməli birinci, deyir ki, sulfat turşusu məhlulu, yəni duzumuz x-dir, amma suyumuz 2x-dir. M su 2x. Yaxşı mı? Omega birimiz 96'dır. Omega 2'miz də 0'dır. Omega sonun da düsturu var idi, düz değil mi bizdə? Omega son bərabər idi nəyə? M1 omega 1 üstə gələk M2 omega 2'ye bölək M1 üstə gələk 2'ye. İndi burada yerinə qoyub tapsaq eləyir cavab 32. 47'dən deyir ki 150 qram 60% H2SO4 məhlulu üzərinə 100 qram 70% HNO3 məhlulu əlavə edilmişdir. Alınan məhlulda neçə su molekulu var? Deməli birinci 150'nin 40%'ini tapırıq. Niyə? Çünki suyu tapdı. 60% əgər H2SO4 isə 40% də sudur. 150'nin 40%'ini tapırıq eləyir 60 qram su. Deməli bunun başına yazıram ki bu 60 qram sudur. 100'ün 70%'i HNO3 ise burada da 100'ün 30%'ini tapıram. Bu da eləyir 30 qram su. Düzdür mü? Ümumi nə qədər su elədi? 90 qram su. Bax 60'ın üstünə 30 gəldik. Elədi ümumi 90 qram su. 90 qram su neçə mol eləyir? 5 mol. 5 mol su. 5'i de altdan %2 vuraq 10 üstü 23'e vururuq. O da eləyir 3/1'e vuraq 10 üstü 24. 48'e gəlin baxaq. Deməli deyir 0/25 mol kükürt trioksidin 225 qram suda həll edilməsinin alınan məhsul sulfat turşusunun kütlə payını hesablayın. Baxın 0/25'e bilmirəm nə qədərdir, amma 1 mol SO3 girəndə 98 qram alınır. Elə 1'in 1'ədir. Yəni SO3'ün üstünə 1 mol su gəlir, 1 mol H2SO4 alınır. Deməli 0/25'e qoy yuxarını silim. Deməli baxın, yazırıq 0/25'e. Bilmirəm mx-dir, amma 1 moluna 98 qramdır sulfat. Deməli buradan da mx-ımız eləyir. mx-ımız eləyir 24/5. Deməli 24/5 həll olan maddəmiz var, düzdürmü? İndi bizə nə deyir? Deyir ki 0/25'i biz 80'e vursaq biz buradan kütləni taparıq da SO3'ün. Çünki 0/25 mol daxı. Kütləni tapmaq üçün biz 0/25'i vururuq 80'e. O da eləyir bizdə kütləsinə qədər 20 qram. Deməli bizdə 20 qram nə oldu? SO3 oldu, düzdürmü? Onda məhlulumuz uşaqlar eləyir nə? M məhlul. M məhlul eləyir 20'si
buradadır SO3-də. 225 də sudadır, düzdürmü? O deyirlər bizə toplasaq 245. 20 ilə 225 topladıq, yəni 245. Deməli, M məhlulumuzu bilirik. MX-ımızı bilirik. Nə edirik? 24/5-i bölürük 245-ə və vururuq 100-ə. O deyilir 10%. Yəni A variantını almış olduq. 49-da. Deyir, natrium hidroksidlə suyun mol nisbəti. Yenə həminki sualdır uşaqlar. Bunu da həll eləyə bilərsiniz. 50 də həminki sualdır. 51 də ona oxşardır. Amma gəlin 51-i yazaq. Deməli, 5-16 qram kalsium oksid. Deməli, 1 mol kalsium oksid girəndə 1 mol kalsium OH alınır. Yaxşımı? Kalsium oksidlə su reaksiya girir, 1 mol kalsium OH alınır. Baxın, 5-16 girəndə bilmirəm nə qədər alınır. Amma 56 girən nə qədər alınır? 74. Buradan x eləyir 7/4. Bu mx deməkdir. mx. mx ilə neçə? 7/4. Daha sonra nə deyir bizə? Biz burada məhlul tapa bilərik. Məhlul necə taparıq uşaqlar? 5/6 buradadır. 994/4 də buradadır. Deməli, m məhlulumuz da m məhlul. Bunları toplasaq eləyir 1000. Düzdürmü? Buradan biz omeqanı taparıq. mx sürətdə yazdır. 7/4. Ümumi məhlulumuz da 1000. Məxrəcdə yazılır. Vurarıq 100-ə. O da eləyir deməli 0,74. Yəni A variantı. Baxaq 52-ci suala. Deməli 220% natrium OH məhlulu hazırlamaq üçün neçə qram natrium 2O götürmək lazımdır? 1 mol bunun reaksiyasını yazaq. Deməli natrium 2O üstünə gəlir suyu, alınır 2 mol natrium OH. Deməli 220%-ni tapıram ki, burada 40 qram natrium OH var. 40 qram natrium OH. Düzdürmü? Baxın, 40 qram natrium OH alınanda nə qədər natrium 2O gelir? Bilmirəm, x qram. Ancaq 2 mol natrium OH, yəni 2 vuraq 40, 80 qramında isə nə qədər? Natrium 2O gelir 62 qram. Buradan da x eləyir deməli 2 dəfə azaldırıq da 31. B variantı. Deməli, tibdə istifadə edilən yol kristallik yodun spirtdə 5%li məhluludur. 200 qram belə məhlul hazırlamaq üçün sıxlığı 0,8 qram bölək millilitr olan neçə mililitr spirt lazım olar. Deməli biz 205%-ni tapırıq. Olur 10 qram yod. Deməli, bura yazıram. 10 qram yod. Daha sonra 200-dən 10-u çıxıram. Burada qalır 190 da spirt. S-P yazım, spirt. Deməli, bizdən nə istəyir? Deməli, spirti istəyir. Deməli, 190 spirtdir. Biz nəyi tapmalıyıq? Həcmi tapmalıyıq, düzdürmü? Həcm nəyə bərabərdir? M bölək rho-ya, düzdür? Rho bərabər M bölək R tutulan. Kütləsi spirtin 190-dır. Həcmi də nə qədərdir? Sıxlığı nə qədərdir? 0,8. 190 da 0,8-i böləndə eləyir 237,5. Yəni C variantı. 54-də nə deyir? 40%-li məhlulda suyun 1 molda neçə mol natrium OH olar? 40% natrium OH isə 60%-də nədir? Sudur. Düzdürmü? 40 qram natrium OH 1 moldursa, o zaman 60 qram da 1 moldur. O 8 qramı nə qədər eləyir? 0,3 mol. Yəni cavabımız oldu Y variantı. 55-də SO3 üstə gəl su alınır nə? H2SO4. Baxın, buradan gəlin reaksiyanı yazaq. SO3 üstə gələk su alınır H2SO4. İndi baxın, 80 qram kükürt trioksid girəndə 80-ə. Bilmirəm nə qədər H2SO4 alınır, X. Amma bir MR nə qədərdir bunun? 80.
80-ə isə nə qədər? 98, düzdürmü? X da buradan eləyir elə 98. Deməli, bu mx-in nə qədərdir? Buradan yazıram. mx-in 98. Məhlulum nə qədər eləyir? 200. Hardan aldım? Buradan verilib. Məhlulum da 200-dür. Deməli, kütlə payını hesablayın deriz. Omega da bərabərdir. 98-i bölürəm 200-ə, vururam 100-ə, o da eləyir 49. Yəni, D variantı. 56-da həmin sualdır. Gəlin 57-ci suala baxaq. 57-dən bundan əvvəlki testdə işləmişdik deməli. Nə edirsiniz burada? 117%-ni tapırsınız, eləyir 17. 17 qram deməli gümüş NO3. Məhluludur. 130%-ni tapırsınız, 30 qramda natrium xlor məhluludur. Tamam. Sonra bunları reaksiya aparırsınız uşaqlar. Natrium xlor artıq qalır. Natrium xlor artıq qalır və reaksiyada gümüş NO3-lə, baxın yaxşı yazaq gəlin. Gümüş NO3-ün üstünə gəlirik. Biz natrium xlor, düzdürmü? Reaksiya gələndə alınır natrium NO3-lə gümüş xlor. Gümüş xlor çöküntüdür. Ona görə bu maddə artıq qalmır, çöküb gedir. Gümüş xlorları çıxdı. Və gümüş NO3-ün kütləsi uşaqlar 17-dir. Natrium xlorun kütləsi də 30-dur. Düzdürmü? Və gümüş NO3-ün emeri 170-dir. Bunun demiri 58.5-dir. Hamısını bölsəz uşaqlar, görərsiniz ki, hansı çoxca artıq qalır. Burada böləndə natrium xlor artıq qalır və bir də natrium NO3 alınır. Natrium xlora natrium NO3 o da D variantında göstərilib. 58-də deməli, natrium hidroksid mol sayını, suyun mol sayının 2 dəfə az olan məhlulu hazırlamaq üçün 72 qramda neçə qram natrium OH əlavə eləmək lazımdır? 72 qram su 4 mol su deməkdir. Hardan bilirəm? 72-ni 18-ə bölürəm, eləyir 4 mol H2O. Düzdürmü? 4 mol H2O-ya da 2 mol natrium OH lazımdır. Çünki nə deyir burada? 2 dəfə az olsun deyir. Deməli, 2 dənə natrium OH. Uşaqlar, bizdən də natrium OH-ın kütləsi də düzdür. 2-ni də 40-a vuranda 80 edir. 59-a baxaq. Deməli, burada deyir ki, sulfat molekular. Aha, bu da 58-in eynisidir uşaqlar. Bunda özünüz yazarsınız. Gəlin 60-cı suala baxaq. Deyir ki, 24.4 qram barium xlor ki, vuraq 2 mol su, 55.6 milli suda həll edilmişdir. Alınmış məhlulda barium xlorun kütlə payını hesablayın. Barium xlorun emerini verib və barium xlor vuraq 2 molun da emerini verib. Düzdürmü? Deməlidir, alınmış məhlulda barium xlorun kütləsini tapın. Baxın, 244-dən 208 alınır, düzdürmü? Bəs 24.4-dən nə qədər alınır? Alınır 20.8. Deməli, biz duzun MX tapdıq ki, nədir? 20.8 tənasübət sayısı. M məhlulumuz isə 55.6 ilə 24.4-ün cəmidir, yəni 80-dir. M məhlulunda 80-dir. Omeqanı tapanı nə edirik? 20.8-i bölürük 80-ə, vururuq 100-ə, o deyilir 26, yəni D variantı. Baxaq 61-ci suala. Deyir ki, 14.3 qram kristalik soda 85.7 milli soda həll edilib, alınmış məhlulda natrium karbonun kütlə payını hesablayan. Bu da 60-cı sual kimi şifahi deyək. 286-ya 106 alınır. Baxın, 286 girəndə 106-dır burada. Bəs o zaman 14.3-ə nə qədərdir? O zaman 14.3-ə də 5.3-dür. Yəni, buradan belə çıxır ki, MX-ımız 5.3-dür. Duzun kütləsi. Məhlulun kütləsini tapmaq üçün isə 14.385.7 gəlirsiniz. O deyilir məhlulun kütləsi, yəni 100 eləyir. Onda 5.3-ü bölürük 100-ə, vururuq 100-ə, o da yenə eləyir 5.3. Baxaq 62-ci suala. 62-ci sualda uşaqlar bu düsturun həll olunur. M1 omega 1 bərabərdir M2 omega 2-yə. M1-imiz 800-dür, omega 1-imiz 30%-dir, M2-imiz 600-dür, omega 2-ni də buradan tapırsınız. Aha, 63 də eyni qaydadadır. M1 omega 1 bərabər M2 omega 2 ilə. 64-də
deməli 227-nin 10%-ni tapırsınız, xlorid turşusu. Eləyir 22.4. Deməli 22.4 qram nədir? H xlordur. Düzdürmü? Daha sonra 2 mol 44.8 litrdə 2 mol H xlor deməkdir. Deməli bu da 2 mol H xlordur. O da neçə eləyir? 73 qram H xlor əlavə olunub. Düzdürmü? MX-imiz onda belə çıxır ki, olur 73-ün üstünə gəlirik 227. Düzdürmü? 73 buradadır, 227 də buradadır. MX-imiz neçə oldu? 73 üstə gələk 22.4. Baxın 22.4 üzrü sayın 227-nin 10%-ni tapdıq. 73 üstə gəlirik 22.7. Bu da eləyir bizdə 95.7. Məhlulun kütləsində məhlul M məhlul da bərabərdir. 227 buradadır, 73 də buradadır. Toplasaq neçə eləyir? 300. Amerikanı tapmaq üçün MX-ı M bölürük, yəni 95.7-ni bölürük 300-ə, vururuq 100-ə, o da eləyir 31.9 A variantı. 65-də həmin qaydada həll olunur. Gəlin şifahi deyək, 220%-ni tapırıq 40. Deməli bu 40 qram kalium OH. Burada isə nə qədərdir? 50-dir. Onda biz belə çıxır ki, MX-imiz nə qədər oldu? 90. 50 ilə 40-ı topladım, elə də 90. M məhlulum nə qədərdir? 200-dən 50. 200-ü buradaydı, 50-si də buradaydı. M məhlul da elədi 250. Düzdürmü? Omeqanı necə tapırdıq? MX bölürdük M məhlula. Yəni 90-ı böləcəyik 250-yə. Vururuq 100-ə. O deyilir 36. Y variantı. 66-da necə eləyirik? Sıxlığı verib 0.8, həcmi verib 10. Onda belə çıxır ki, biz buradan M bərabər RV-dən 0.8 10-a vursaq, 8 qram spirt alırıq. Düzdürmü? Çünki spirtin sıxlığı deyil bu. 8 qram aldıq spirt. Sonra nə deyir bizə? Bizdə deyir ki, su 92-dir. Suyum da 92-dir. Onda məhlulun belə çıxır ki, 92 üstə gəl 8-dir. Düzdürmü? 100-dür. Omega bərabərdir. Duzu, yəni spirti o qədər duz işlədik ki, spirti sürətdə yazıram. Məhlulum da 92 plus 8 100 eləyir. 100-ə bölürəm, təzədən 100-ə vururam. O da eləyir 8%. C variantı. 67-də uşaqlar, 67-ni bu düsturdan həll edirik. M1 omega 1 bərabərdir. M2 omega 2-yə. M1-im 800 qramdır. Omegam 10-dur. Omega 1-im. M2-im bilmirəm nə qədərdir. Omega da 40%-dir. Buradan M2 tapdığım məhlulun kütləsidir. Yəni 200 qram məhluldur. Düzdürmü? 200 qram məhlul tapdım. Məhluldursa o zaman 800-dən 200-ə çıxıram, suyu tapıram. 600. 600. Aha. 600 yox, bir dəqiqə. Bu 200 tapdığım deməli suyun kütləsidir. Deməli sudur 200 tapdığımız. 600 tapdığım isə nədir? Məhluldur. Doldu nə? Y variantı. 68-də uşaqlar nə edirik burada? Burada KH-ı bizə verib 3000. Buradan isə omeganın düsturunu tapırıq uşaqlar. Deməli omega nəyə bərabər? Omeganın istədə bizdən, düzdürmü? Omega bərabərdir düsturda. KH bölək 1000 plus KH-a. KH-a vuraq 100-ə. Buradan yerinə qoyursunuz, tapırsınız 68-dən. %69-da eyni qaydada burada da omeganı verib KH istəyir, yəni tərsinə. Bunu 75-i bərabər edəsiniz, KH vuraq 100 bölək 1000 plus KH-a. 70 də həmin qaydadır, 71-ə gəlin baxaq. Bundan işlədik uşaqlar. Baxın, 100-ün 64%-ni tapırsınız, eləyir
164%-ni tapmırsınız. Çünki bizdən su istəyir. Baxın, su istəyir. 64-də gir H2SO4 isə 36 sudur. 100-ün 36%-ni tapırsınız. Bu edir 36 qram su. 36 qram su 2 mol su deməkdir. Deməli, burada 2 mol su oldu mu? İndi burada 100-dən 28-ə çıxırsınız. Niyə? Əgər 28% H2SO4-dürsə, 100-dən 28-ə çıxırız, o qədər də sudur. Yəni 72% də sudur. 200-ündə 72%-ni tapırsınız, eləyir 144 qram su. 144 qram suda neçə mol su deməkdir? 18-ə bölürük. 144-ü 18-ə böləndə deməli eləyir 8 mol su. 8 mol su. Ümumi nə qədər su elədi? 10 mol su. Onu da altımızdakı vuraq 10 üstü 23-ə vururuq. O deyir altımızdakı vuraq 10 üstü 24. Bu 23'dür. Onu da vuranda altımızdakı vuraq 10 üstü 24 deyir. 72 də həmin qayda ilə həll olunur. Gəlin 73-ə baxaq. 73-də uşaqlar bunun düsturu belədir. Deməli, omega son bərabərdir. Omega 1, M1 omega 1 üstə gəl M2 omega 2 bölək M1 üstə gəl M2. Deməli, bizdən bu verilib nə? Kütlələrini, düzdürmü? Bu M1-in kütləsidir, bu M2-nin kütləsi. Yazıram M1-ə 1-dir. M2 nə qədərdir? X-dir. Omega sonda alınan məhsul omega son S yazdım. 10%. 40% isə omega 1-i göstərir. Omega 1-im 40-dır. Omega 2 isə 0%. Məhlulumuz 40%-dir. Omega 2-miz 0-dır. Buradan yerinə qoyursunuz, nəyi tapırsınız? M2, X-i tapırsınız. 74-də həmin qayda ilə həll olunur. 75-ə baxaq. Deyir, A və B qabların hər birində eyni həcmdə xlor turşusu məhlulu var. Məhlullarda H-xlorun kütləsi müxtəlifdirsə, bu məhlullar üçün hansı ifadələr doğrudur? Deməli, o zaman H-xlorlar müxtəlifsə, deməli qatılıqlar da müxtəlifdir, düzdürmü? Qələblərlə reaksiya daxil olur, bəli. Turşudursa, əsasında reaksiya daxil olur. Sıxlıqlar eynidir, xeyr, çünki H-xlorların kütlələri müxtəlifdir. Kütlə müxtəlifsə, sıxlıq da müxtəlifdir. 76 həmin qaydadır. 77-də uşaqlar deyir ki, qablardakı suyu dayamamış məhlulun qatılığını artırmaq üçün nə etmək lazımdır? Uşaqlar, burada deməli bu qazdır. Birinci qabdakı məhlulu qızdırsam, qatılıq artarmı? Xeyr, artmaz. Amma natrium OH əlavəsinin, bəli, məhlul qatlığı natrium OH-da artır. Su əlavəsi bilir ki, qatılıq azalır. Yəni, bu səhvdir. Ona görə cavabımız olur yalnız 2. 78 də həmin qaydadır. Su əlavəsində qatılıq nə edir? Azalır. 2 səhvdir. Birinci qabdakı məhlulu qızdırsaq, natrium xlor əlavəsi, bəli, artır. Baxaq. 80-dən yazdıq, 79-dan yazdıq, onu işlədik, 81-ə baxaq. Burada hər birinin omegasını özündə tapırsınız uşaqlar. Sonra qrafik əsasını uyğunlaşdırırıq. Baxın, burada omeganı tapmaq üçün onu bölürük 50-yə, vururuq 100-ə. Burada 20-ni bölürük 100-ə, vururuq 100-ə. Burada 30-u bölürük 400-ə, vururuq 100-ə. Məxrəcə nə yazdırdıq? Duzla suyun cəmini, düzdürmü? Hamısına 20% alınır uşaqlar. Ona görə deyirik, omega dəyişmir. Ona görə cavabımız nə olur? Y variantı. Eyni qaydada 82-də 20-ni bölürük 20 üstə gəl 60-a, vururuq 100-ə. İkincidə 15-i bölürük 15 üstə gəl 85 vuraq 100-ə. Üçüncüdə onu bölürük 90 plus 10 vuraq 100-ə. Omegalar tapırıq. Oradan da əlaqəni qurmuş oluruq. Baxaq 83-ə. 83-də həll olma misalını verib omeganı soruşur. Biz bilirik ki, KH omega ilə olan düsturu belə idi. Omega bərabər idi. KH-ı bölürdük. 1000 üstə gələk KH-a. Vururduq 100-ə. Düzdürmü? O da
eləyir 100x bura, 100x bölək 1000 plus x-a, 100x bölək 1000 plus x-a B variantı. Düsturdan tapırıq. 84 də eyni qaydada həll olunur. 85-ə baxaq. Deməli, deyir 24 qram kükürtdür. Deməli, o zaman bizim mx-ımız 24-dür. Sonra nə deyir? Həcmi 200 ml-dir, V-miz 200-dür. Biz buradan rho-nu tapa bilərikmi? Rho bərabər m bölək V-dən. Rho eləyir 0,88. M də bərabərdir rho V-dən. 0,88-i 200-ə vurarıq. M bərabər rho V-dir axı. O da eləyir 176. Aha, 176 bizim duzumuzdur. Düzdürmü? 24-də sürətdir. Omega bərabərdir. Duzumuz sürəti 24. Məxrəcdə də 24 ilə 176-nın cəmi. Vururuq 100-ə. O deyir 12. D variantı. 87 deyir ki, məhlulda ümumi sayı, deyir ki, maye biblə daxil olmursa, o zaman hansı ifadələr doğrudur? Mol 1, mol 2-dir, məhlulda ümumi sayı, bəli, düzdür. M1 ilə M2-dir. Amma rho 1, rho 2-yə bərabər ola, yəni cəmi məhlulların sıxlığı cəmləmək olmaz. Yəni. Ona görə cavabımız olur C variantı. 88-də yenə burada nə edirsiniz? Siz omegaları tapırsınız. Yəni 18-i bölürük 18 plus 54-də, bu eləyir 25. Burada 100-ü bölürük 100 plus 100-ə, vururuq 100-ə, bu eləyir 50. Burada 50-ni bölürük 50 plus 50-yə, vururuq 100-ə, bu da eləyir 50. Deməli, uşaqlar, deyir ki, qatlığı artar. Haranı açsaq? Məsələn, birincini açsaq, nə edir onda? Artır. Çünki 50 özündən böyükdür, ona görə artır. İkincinə amma dəyişmir, üçüncüdə də dəyişmir. Ona görə yalnız biri, yəni özündən böyük olmalıdır ki, bu artsın. Düzdürmü? Sonra baxaq növbəti suala. 89 da eyni qayda ilə 90-a baxırıq. Baxın, 250-yə 160-dırsa, o zaman 25-ə 16-dır. Onda bu zaman m-x'ım neçə eləyir? 16. M məhlulum nə qədər eləyir? 25 ilə 75-i toplayıram 100. M məhlulum da 100 eləyir. Omega tapanda 100-ü 100-ə bölürəm. Vururam 100-ə eləyir elə 16. 91 də həmin qayda ilə həll olunur. Sadəcə 80-20%-ni tapırsınız siz burada. 92-yə baxaq. 92-də deyir doğru olanları müəyyən edin. Baxın doğru. Gəlin baxaq. Deyir həll olunmadan kütləsi dəyişmir. Bəli, dəyişmir. Çünki düz asılıdırlar. Məhlul su əlavə edilib. Niyə? Çünki qatılıq azalıb. Görürsünüz 20 idi ona düşüb. Qatılıq azalır su əlavə edilində. Məhlul əlavə maddə əlavə edilmişdir. Xeyr, onda qatılıq artardı. Cavabımız olur 1 ilə 2-yə. 93-də baxın. Burada görürsünüz ki, kütlələr A-dır, amma omegaları fərqlidir. Nə istəyir? Deyək, suyun kütlələr arasındakı münasibəti müəyyən edin. Kütlə payı arasındakı asıllıq verilmişdir. Və deyirsiniz, nəyin? Suyun kütlələr arasındakı münasibəti müəyyən edin. Uşaqlar, burada 3-cü böyükdür, 2-cidən, o da böyükdür 1-dən. Niyə? Çünki, baxın, 3-cünün omegası azdır 2-dən, 2 də azdır 1-dən. Omega nə vaxt az olur? Qatılıq nə vaxt az olur? Su çox olanda. Deməli, 3-cünün suyu çoxdur 2-cinin suyudan, o da çoxdur 1-cidən. 93-də B variantı olur. 94-dən yazmışıq, xaç üsuludur. Gəlin bir dənə də yazaq yaxşı. Baxın, omega 1-i burada qeyd edirik. Omega 2-ni burada qeyd edirik. Omega 3-ü də burada. Baxın, omega 2-dən 3-ü çıxarıq, 3-dən 2-ni çıxarıq. Baxın, 2 3-dən böyükdürsə, o zaman 2-dən 3-ü çıxarıq. Omega 2 çıxaq, omega 3 yazırıq. Burada nə edirik? 1 böyükdür 3-dən, yoxsa 3 böyükdür 1-dən. 3 böyükdür 1-dəndir deyə 3-dən 1-i çıxırıq. Omega 3 bölək, omega 1. M1 böl M2-yə, deməli, omega 1-in uyğun olaraq omega 2-yə. Omega 1-in qiyməti omega 2 çıxaq, omega 3 bölürük, omega 3 çıxaq, omega 1-ə. O da, deməli, hansı variantdır? 2 çıx 3 böl 3 çıx 1. A variantı. 95-də
Deməli, KH-ı verib, KH əsasən omeqanı taparıq. Necə? Hansı düstur? Omega bərabər KH bölünsün 1000 plus KH vuraq 100-dən. Omeqamız eləyir 50. O düstur əsasən. Omeqamız eləyir 50%. Sonra deyir ki, x qram doymuş məhluluna həmin temperatur neçə qram su əlavə eləmək lazımdır ki, 40%li məhlul alınsın. X qram 50%-dirsə, deməli, burada mx-in nə qədərdir? 0.5x, düzdürmü? 0.5x. Məsələn, deyək ki, bir x qram 50%li məhluldur. X qram 50%li bir məhluldur. O zaman burada duzun kütləsi nə qədər eləyər? 0.5x eləyər, düzdürmü? Deməli, omega bərabər 40% bərabərdir. Baxın, burada 40 qeyd edib. Duzu sürətdə yazıram, yəni 0.5x. Məhlul da məxrəcdə yazır. Yəni, məhlul nə qədərdir? X idi. Üstünə gəlirəm, nə qədər bilmirəm. Nə qədər deyilsə, su əlavə eləyirəm. Məsələn, A qram su əlavə eləyirəm. Vururam 100-ə, tapıram 40-ı. Buradan da A çıxır uşaqlar 0.25x. Y variantında. 96-da deyir ki, x-dan qatılığı azalır, y-in qatılığı artır. X-in suda məhlulu, y-in suda məhlulu. Qızdırdıqda. Deməli, qızdırdıqda qatılığı azalırsa əgər, deməli, hansından su buxarlanırsa, onun qatılığı artır. Baxın, y-də deyir, qatılığı artır. Deməli, y-də su buxarlanmalıdır. Ya budur, ya budur. Bu da qatılığı azalır, deməli, bu da su buxarlanmayıb da. Ona görə bunu çıxaram, qalar B variantı. 97-yə baxaq. Deməli, 1 mol natrium KCO3 vuraq onun da sudur. Deyir ki, buradan kütlə payını hansı formula taparıq? MX-imiz bərabər eləyir uşaqlar. A çıxaq 180. A-mız nədir bu? Natrium KCO3 vuraq 10 mol su. Yəni, biz ümumi bundan 10 mol su. Baxın, 10 mol su. 10 mol su da 180 deməkdir. 180-i çıxsaq duzu alarıq, düzdürmü? Məhlul nə qədərdir? M məhlul. Bərabərdir. A üstə gəl B. B nədir? Su. Baxın, məhlulumda B qram su əlavə olunub da. Şimdi omeqanı tapanda nə edirik? Biz duzu bölürük ümumi məhlula, vururuq 100-ə. O da baxaq, A minus 180 bölək A plus B vuraq 100. O da A variantı edir. 98-ə gəlin baxaq. 98-ci suala deyir 400 qram 10%li kalium OH məhlulu üzərinə neçə qram kalium OH əlavə etmək lazımdır ki 40% olsun. Bu da omega son düsturuna əsasən. Baxın, bu M1-dir. Bunun başına yazıram M1. Bu 10% omega 1-i göstərir. Sonra M2 bilmirəm nə qədərdir. Yazıram M2-yə X. Omega 2 isə 0-dır. Omega 2 100% eləyir. Niyə? Çünki deyir ki, neçə qram kalium OH əlavə etmək lazımdır ki, burada su yoxdur axı. Ona görə hamısı 100-dür. Yəni qatlığı 100%-dir. Buradan da biz omega son da qeyd edib nə qədər? 40%. Baxın, omega son 40%. Ümumi düsturumuz var. Omega son bərabərdir. M1, omega 1, üstünə gəlsin M2, omega 2-yə bölünsün. Nəyə? M1 üstə gəl M2. Buradan siz nəyə tapırsınız? Yerinə qoyub M2-ni tapa bilərsiniz. M2 buradan səhv eləmirəmsə 200 çıxmalıdır. 99 da eyni qayda ilə həll olunur. 100-ə baxırıq. 196 qram 10% sulfat turşusu məhlul almaq üçün kürt 4 oksid neçə qram suda həll etmək lazımdır. Baxın, 196-ın 10%-ni tapıram, eləyir 19.6 qram. Deməli, 19.6 qram bizdə nə var? H2SO4 var, düzdür, sulfat turşusu var. Aha, birin birədir reaksiya. Əgər 80 SO3-dən 98 H2SO4 alınıbsa, onda 19.6 qram deyil, 19.6 qramını alınar, H2SO4 alınar, düzdürmü? 19.6 qram H2SO4-dən isə nə alınar? Gəlin yazaq, ən yaxşısı biz 100-ü aşağıda yazıram. Baxın, 80 qram SO3 girəndə 98 alınıbsa, bəs 19.6 qram girəndə nə qədər alınar? X. Buradan X eləyir 16 qram SO3. 16 qram SO3.
Əgər bunun 16 qram SO2 deyir, burada neçə qram suyu tap deyir. Ümumi nə idi? Ümumi 196 idi. Bunun 16 qram SO2 isə 196-dan 16-nı çıxırıq, eləyir 180. 180 də bizim suyun kütləsi B variantı.